Bu dərsimizdə mən sizə düzəltdiyiniz proqramı, aşağıda göstərdiyim proqramı, elə bil ki, aşağıda göstərdiyim yerə ikonunu salmağa başlayacağam. Gördüyünüz aşağıda save panelə. Bunun üçün bizə yalnız bir alət lazımdır. O da ki, alətə menüsünün sistem bölməsində ikinci sırada ikincini seçirik. Try ikonka. Vururuq ekrana. Adı Try ikonka 1-dir. Vurduqdan sonra bunun üzərində svojstva və sobitiya var. Svojstvaya giririk və burada minimizroft var. Onun qabağında netin qarşısına qoş qoyuruq və daxil edirik. Sonra sobitiyaya daxil oluruq. Dababit sobitiya seçirik, klik seçirik. Aşağıdakı klikə giririk və açılan pəncərəyə bir kod əlavə edirik. Kodu əlavə etdikdən sonra o kururuq. Bir də qaydırıq try ikona və svojstvaya keçirik. Görürsünüz, burada putaka ikonka, try ikon. Yəni ki, bu try ikon onu göstərir ki, bu aşağı düşəcək ikonun şəkli, şəklin adı try ikonka olmalıdır. Sonra daxil oluruq burada proyektə və Sobrat proqramı. İkonka bölməsinə daxil oluruq. İkonumuzu seçirik. Hansı ki, adı try ikon olmalıdır. Gördüyünüz kimi robot stol seçək. Proqramı yaddaşda robot stola saxlayaq. Sobrat. Biraz gözləyirik. Daxil oluruq. Gördüyünüz yarandı test exe. Daxil oluruq proqrama. Aşağı görürsünüz Mail.ru agentin yanında ikon yarandı. Məsələn, proqramı aşağı salaq. Görürsünüz proqram bitdi, amma ikonu qaldı. Bu funksiya ümidvaram ki, sizə bütün proqramlarımıza lazım olacaq. Bu dərsimizdə bu qədər.